Xankəndidə sakinlərə səyyar asan xidmət avtobusu vasitəsilə ilk dəfə bir sıra dövlət xidmətləri göstərilir. Asan xidmətdən sakinlərlə yanaşı rayona səfər eləyənlər də faydalana bilərlər. Səyyar asan xidmət ilk dəfə Xankəndidə təşkil olunub. Burada 23 iyul tarixinədək vətəndaşlar bir sıra xidmətlərdən yararlanacaqlar. Hal-hazırda şəxsiyyət vəsiqəsi ilə bağlı olan bir sıra problemləri həll etmək üçün yaxınlaşmışdım. Sağ olsunlar, çox gözəl, operativ şəkildə dəstək oldular mənə. Gəncə şəhərində yaşayıram, lakin burada olduğum müddətdə təcili bir sənəd tərcüməsi lazım oldu və eşitdik ki, Səyyar asan xidmət Xankəndi şəhərindədir. Ona görə də gəldim bura, problemli qısa müddətdə operativ şəkildə həll olundu. Vəsiqə üçün gəlmişdik, vəsiqələrimizi dəyişmək üçün. Bizə çox gözəl xidmət göstərdilər, hamısı da çox bizi məmnun etdi. Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsidir. Vətəndaşlarımız Səyyar asan xidmət avtobusuna müraciət edərək dövlət xidmətlərindən yararlana bilərlər. Vətəndaşlarımız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumi vətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat xidmətləri, əmlak xidmətləri, vətəndaşın vəziyyət haqqlarının dövlət qeydiyyatı xidməti və sair xidmətlərə müraciət edə bilərlər. Bugünədək səyyar asan xidmət çərçivəsində Zəngilanın Ağalı kəndində, Tərtərin Talış kəndində və Cəbrayılda vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar. Rəşidə Zülfüqarova, Elnur Tofiq, Elmin İsfəndiyarov, Elnarə Həsənova, AzTV xəbər.